Türkiyədə fəaliyyət göstərən BPT internet xəbər portalının Azərbaycan xidməti feyk xəbər yayıb. Belə ki, BPT Azərbaycan 7 may 2025-ci il tarixində Instagram sosial şəbəkəsində onlara məxsus olan BPT _Aziya hesabı vasitəsilə X sosial şəbəkəsində təqribən bir il öncə Kurdistan _C hesabından paylaşılmış, özündə müxtəlif millətlərin yaşadığı ərazi areallarına görə parçalanmış halda olan Azərbaycan Respublikasının dövlət xəritəsini ehtiva edən foto paylaşıb. BPT iddia edib ki, Azərbaycan Respublikasının parçalanmış xəritəsini X sosial şəbəkəsində paylaşan Kurdistan _C hesabı Kürdistan regional hökumətinin rəsmi səhifəsidir. Kürd media mərkəzi olaraq əsas məqsədlərimizdən biri kimi dezinformasiya ilə mübarizəni əsas tutaraq xəbəri təkzib edir və bildiririk ki, Kürdistan regional hökumətinin X sosial şəbəkəsində yeganə rəsmi səhifəsi Kurdistan region hesabıdır. Əlavə olaraq hazırki prezident Ensirvan Bərzaniyə məxsus EKR prezident və baş nazir Məsrur Barzaniyə məxsus Masrur Barzani hesabları da Kürdistan regional hökumətinin rəsmi mövqeyini əks etdirir. Kürdistan regional hökumətinin rəsmi mövqeyini, açıqlamalarını izləmək istəyən izləyicilərə sıralanan 3 hesabdan başqa digər istifadəçilər tərəfindən açılmış şəxsi hesablara güvənməməyi tövsiyə edirik. Kürdistan regional hökuməti və Azərbaycan Respublikası iki tərəfli qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinə malik ölkələrdir. BPT Aziya hesabına nəzərə yetirilərkən, hesabın Azərbaycan dilində xəbərlər paylaşmasına baxmayaraq Türkiyə Respublikası ərazisindən idarə olduğu, eləcə də hesabda digər dezinformativ xarakterli məlumatların paylaşılması faktları müəyyən edilmişdir. Maliyyələşmə mənbələrini gizli saxlayan BPT kanalının xarici ölkə ərazisindən Azərbaycanın izləyici kütləsinə xitabla təqribən bir il öncə hansısa şəxsi hesabdan edilmiş, anti-Azərbaycan xarakter daşıyan paylaşımı yenidən gündəmə gətirməsi və həmin şəxsi hesabı Kürdistan regional hökumətinin rəsmi səhifəsi kimi qələmə verməsi, Azərbaycanda ictimaiyyəti çaşdırmağa yönəlmiş, reallığı əks etdirməyən məlumat yaymaqla milli zəmində ədavət və təxribat yaratmaq, yüksək tempdə inkişaf edən Azərbaycan və Kürdistan əlaqələrinə zərbə vurmaq cəhdlərindən başqa bir şey deyildir. Bir il öncəki həmin paylaşımın yenidən paylaşılmasının mətbuatda Azərbaycanın Kürdistanda konsulluq açması haqqında xəbərlərinin yayılması ilə eyni vaxtda düşməsi təsadüfi deyildir. Qeyd etdiyimiz nüanslar göz önündə saxlanıldıqda, BPT Aziya kanalının bu xəbəri yoxlamadan və ya yanlışlıqla deyil, məqsədli şəkildə paylaşması ehtimalı ön plana çıxır. Qarşı tərəfdən açıqlama gözlədiyimizi bildirir və səsləndirəcəkləri arqumentləri dinləməyə hazırıq. Eyni zamanda qarşı tərəfə media haqqında Azərbaycan Respublikası qanunun 11, 14 və 16 nömrəli maddələrini, informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanununun 33.2 nömrəli maddəsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.1, 283 nömrəli maddələrini xatırlatmağa faydalı hesab edirik.